Vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Gürcüstanın Tbilisi şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidməti Forumu çərçivəsində universal xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi mövzusunda baş tutmuş nazirlər toplantısında çıxış edib. O, Azərbaycanda dövlət xidmətlərinin vətəndaşlar üçün daha əlçatan, şəffaf, operativ və inklüziv təşkili istiqamətində aparılan islahatlardan danışıb. O, asan xidmət modelinin vətəndaş yönümlü dövlət idarəçiliyinin inkişafında, xidmətlərə bərabər çıxış imkanlarının genişləndirilməsində, vətəndaş məmnunluğunun artırılmasında və dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını vurğulayıb. Həmçinin asan xidmətdə vətəndaş iştirakçılığının xüsusi rolu da vurğulanıb. Bildirilib ki, vətəndaşların rəy və təklifləri, xidmətlərin təkmilləşdirilməsi, mövcud boşluqların müəyyən edilməsi və islahatların real ehtiyaclara uyğun aparılması üçün mühüm mənbə kimi istifadə olunur.